Bugün Ərbəyin günüdür. Dünyanın hər bir yerində yaşayan azadəpərəst insanlar İmam Hüseyn əleyhissalama əza saxlayıb göz yaşı axıdırlar. Və əza məclislərindən biri də Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan Əhl-i-Beyt aşiqləri tərəfindən təşkil olundu. Ətraf şəhərdə yaşayan Əhl-i-Beyt aşiqləri Hüseyniyələr və məscidlərə cəm olub İmam Hüseyn əleyhissalama əza saxlayıb göz yaşı axıtdılar. Ərbəyin ziyarətinə, nəinki Ərbəyin elə, İmam Hüseyn ağanın, imamların Nəcəfə, Həzrət Əmr əl-Möminin ziyarətinə çox qeyri-müsəlmanlar gedirlər. Bəzən heç İslamda deyil, Xristiyandır və yaxud da Yahudidir və yaxud da başqa millətlər. Hamı axır, çünki İmam Hüseyn ağa tək müsəlmanların deyir ki, İmam Hüseyn ağa bütün dünyanın və kim nicat tapmaq istəyir, üzünü tutur Kərbəlaya tərəf. Аббас! Помоги! Я иду, брат мой! Не, вот его Подожди. Ради Аллаха подожди. Пока Хусейн не пришел, не отрубай мою голову. О, глаза мои! Что я вижу? Родной мой! Это я! Хусейн! Что они с тобой сделали? Перед Сакиной идите. Ведь я обещал им принести воды. Не позорь меня перед ним. Ты похорони меня тут. İslam Peyğəmbəri dünyasını dəyişəndə iki şey əmanət qoydu. Birin kitab, Quran, biri də öz əhl-i-beyti, Şiə, Sünni, hamısı Peyğəmbəri özlərinə Peyğəmbər bilir və İslam Peyğəmbərin tapşırdığı əmanətləri özlərində yadigar kimi saxlayırlar. Ona görə biz bu günləri görürük ki, öz dinindən asılı olmayaraq, məzhəbindən asılı olmayaraq, hətta rəngindən, dilindən asılı olmayaraq insanlar sünnüsü də, şiyəsi də əhl-i-beyti sevirlər. Peyğəmbərin tapşırdığı əmanəti və Quranın ayəsidir ki, buyurur Peyğəmbərin əcri əhl-i-beyti sevmək və onlara məhəbbət bəsləməkdir. Hüseyn kimdir? Deyim anlan nə ecazdır. Ecaz möcüzədir. Hüseyn kimdir? Deyim anlan nə ecazdır. Hüseynin ordusu məğlub olunmazdır. Nə fərqi əskəri çoxdur və ya azdır. Onun bayrağı hər yerdə sərəfrazdır. Hüseyn kimdir? Hüseyn dinə nigahbandır. Hüseyn kimdir? Hüseyn azadə sultandır.